Hə qızlar, part 3 ilə gəlmişəm. Artıq sonlara doğru yaxınlaşmışıq. Hə. Demək, nə etdim? Bayaq sizə qeyd etdim ki, bəs təzə-təzə çəkəndə part 1-də də belə deyim. Niyə part 1, part 2 qoymaq qərarına gəldim? Çünki belə daha rahat olacaq. Həm də harda nəyi demişəm, lazım olanda qeyd edim də, sizə də rahat olsun. Hə. Demək, dedim axı çay qoyacam çay içməyə, amma qızlar çay qoya bilmədim. Daha doğrusu qoydum, içə bilmədim. Çay qızdı, qoydum kənara. Sonra dedim qoy bunu eləyim, orasını eləyim, bunu eləyim, onu töküm, bunu qarışdırım. Hə, olmadı. Rinat yuxudan durub indi kolyaskadadır. Biraz ağladı bayaq. Getdim altını dəyişdim, biraz süd verdim. Hə. Görüm alınsa onu da çəkəcəm. İndi burada elə bil ki, bunları hazırlayana qədər qablar çıxdı qızlar. O qabları yuyum, çıxsın aradan. Sonra artacaq, alim qarışacaq bir-birinə. Demək, gəlin sizə puf nöqtələri qeyd edim qızlar. Gördüyünüz kimi, Aliku, gəl bura, gözəl, balam, gözəl. İndi səni çəkib xalalara göstərəcəm. Xalalar görsün səni, xalalar görsün səni. Hə, kolyaskasını yelləyək, xalalar. İndi bunu açın. Baxın qızlar, bu mənim aşqaramdır. Belə. Sakit ol, Aylikoş. Hə, bu mənim aşqaramdır qızlar. Baxın, dəmə qoymuşam. Qazın xodunu tam aşağı almışam. Aşımızı qəşəng qoymuşuq dəmə. Aşımız qəşəng dəmlənsin. Təbii ki, qızlar, çox qarışdırmayın. Ki, əzilməsin. Hə, dəmimiz qəşəng. Neçə dəqiqə gözləyin. Gözləyin, Rinatı götürüm bıçağıma. Kıçıma gəl. Aferin, aferin. Hop, hop, götürdük. Hə, sən də bax, mamanın çəkilişinə bax. Mama nə bişirib? Aş bişirib. Səninlə bugün aş gələcək, qarnına aş görəcək. Belə, hə. Rəbbim bütün balaları qorusun və bütün hər kəsin evinə əli ayağı düzgün, sağlam, xeyirli, böyüdüyü zaman həm ailəsinə, həm vətənə, millətə, dünyamıza xeyirli övlad nəsib etsin hər kəsə, hər kəsin evinə. Oğlan istəyənin oğlu olsun, qız istəyənin də qızı olsun. Əsas da bəbəş olsun. Təbii ki, heç bir dərinliyə gedəndə, cahilliyi kənara qoyub dərinliyə gedəndə əsas bəbəş olsun. Amma təbii ki, hər bir insan oğlunun da, qızının da olmağını istəyir. Ona görə də kimin ürəyi nə istəyirsə, Allah nəsib eləsin inşallah. Belə, demək qızlar, mən qaramı qoymuşam qəşəng dəmə. Dəmlənir, burada plovum da dəmlənir. Demək, neynədim qızlar, sizə gəlin, danışım nədən? Saçımı yolursam, Mişka. Hə, qızlar, mən qovurdum. Soğanı qovurduqdan sonra bütün içində olan şabalıdıdır. Sonra hər yadımdan da çıxır, ətidir, ərik qurusudur. Onları da kənarda qəşəng qovurdum. Qovurduqdan sonra tökdüm soğanın içərisinə. Biraz da onları ilə bişirdikdən sonra son olaraq gətirdim içərisinə bir stakan qaynar su. Əgər ət suyunuz varsa, ət suyu. Bir stəkanda qaynar su əlavə edib, o suyu da, qaynar suyu əlavə etməmişdən qabaq, suyun içərisinə duz. Niyə duz? Çünki belə səpələyəndə biraz yarısı olar, duzlu olar, duzsuz olar. Ona görə suyun içərisində qatdım ki, daha rahat olsun. Bu dəqiqə qolum qopur. Və şəkər qızlar, şəkər. Bildiyiniz pesoq. Pesoq da qatdım. Bir stəkan, bir çay qaşığı demək duz, 2-3 qaşıq şəkər. Qarışdırdım o suyu, tökdüm bu gördüyünüz gözəlliyin üzərinə və bişdim. O şəkər, qızlar, inanın, qaraya bir dad verir, bir ləzzət verir. Bu mənim mamamın reseptidir. Yəni, bilirsiniz ki, mamam neçə illərdir ki, pover işləyir və həqiqətən də bu dadı, aşın dadı damaqda qalır. Bəli, puf nöqtələr, qaramızın puf nöqtəsi inşallah ki, yadımdan çıxmaz. Təbii ki, burada qazanda çox böyük rol oynayır. Nə qədər geniş qazan götürsəz, o qədər əzilmə, xəşil olma falan olmaz. Hamısı diri-diri qalar. Və indi də keçək bizim
Görək necə keçəcək, aləm qarışacaq bir-birinə. İndi də keçək bizim, demək bunun qapağını örtək. Biraz səs görə üzürür sayım. Örtək. Bunu istəyirəm artıq söndürəm. Biraz da dəmlənsin qızlar. İcazə verin. Aydı qoyun. Hara girirsən qoy gələm. Ay bala. Ay. Sonra deyirlər ki, vlog çək paylaş. Çəkmək olur ki, bunlar qoyur ki. Hə. Bu biraz da dəmlənsin, altını söndürəcəm. Vamxoda qoymuşam ki, qəşəng bişsin. Ətini də çox qəşəng belə ağızda əriyəcək qədər qaynatmışam. Çünki aşın əti çox qəşəng qaynayanda dadı da möhtəşəm olur. Bəli qızlar, bu bizim qaramız. Çox gözəl. Hər bir elə bil ki, soğanı ayrı yerdə qovurun. Digər içinə əlavə edəcəklərinizi başqa bir yağda biraz o üzbüz qovurun. Sonra birləşdirin. Son olaraq da içərisinə bir stakan suyun içərisinə duz və şəkər qatıb qarışdırıb tökün. Üzərinə vamxoda qoyun və qoyun bişməyə, dəmlənsin, olsun ləzzətli bir şey. Ondan sonra hər kəs sizin pulovunuzdan danışacaq. Kocişiniz tez-tez evə bu demək ərzaqları alacaq ki, siz bu aş bişirəsiniz. İndi keçək bu gözəlliyə. Baxın. Baxın buna baxın. Demək neynədim qızlar? Burada da danışım, sonra ağzını açım, sonra bağlayım ki, dəmlənsin də. Bunun da xodu buradan bilməm görəcəksiniz. Baxın, yanır. Vam xoddadır. Düyümü qəşəng qızlar. Part 2-də göstərdim. Düyünün üzərinə qaynar su tökürsünüz, qoyursunuz kənara. O su soyuyana qədər o nişasta düyüdən ayrılır. Sonra onu süzürsünüz, yumursuz, süzürsüz və qaynayan duzlu suyun içərisinə tökürsüz, qoyursunuz bişməyə. Bişdikdən sonra da əgər vaxtınız varsa, dəmdə çox saxlayasınızsa, biraz az qaynadın. Yox, dəmdə az qaynadın, saxlayacaqsınızsa, qonaq gəlirsə, biraz suda çox qaynadın. Sonra süzürsüz, altına qazmaq düzəltdim. Demək, düyü, yumurta və qatıqdan qazmaq düzəltdim. Sonra da düyümü tökdüm. Bir də nəyi demək istəyirəm, mən çəkiliş etdim deyə yadımdan çıxdı. Mən düyü qaynayan zaman kişmiş və sarı kökü də onun içərisinə əlavə edirəm ki, hamısına qarışsın. Bu dəfə yadımdan çıxdı. Ona görə lay tökdüm. Sonra da qazmağın üzərinə düyünü tökürəm, kişmişi və sarı kökü. Əvvəlcədən də düyünü qaynadan zaman suyuna tökmüşdüm, duz tökmüşdüm. Demək, düyü, kişmiş, sarı kökü qat-qat tökürsünüz və vamxodda qoyursunuz dəmlənməyə. Hələ yağ vurmuruq, bəli, hələ yağ vurmuruq qızlar. Ona görə ki, yağ vuran zaman yağ yapışır düyüyə və o düyü qəşəng şişmir. Bəli, qəşəng pörtmür. Ona görə qoyursunuz, belə qəşəng dəmlənir, şişir. Toppuş olandan sonra gətirib yağını tökürsünüz və o toppuş dən olan düyülər o yağı canına çəkir. Aralarına deşiklər atın. Bir də əsas puf nöqtələrindən biri odur ki, hansı ki dəmə qoyanda bir stakan qaynar su tökün, qoyun dəmə. Dəmlənəndən sonra da sonda da yağını əlavə edirsiniz və bu da sizə möhtəşəm bir düyü. Aş gözləyin. Bunu da sizə göstərim. Belə. Gördüyünüz kimi görəcəksiniz. Baxın qızlar. Görürsünüz necə quru görsənir. Çünki yağ vurmamışam buna. Bu hələ dəmlənir. Bu qəşəng dəmlənsin, özün tutsun. Gözləyin bir dəqiqə. Bir qolumda da minat. Yaz. İndi aparacam balamı yatsıdıram. Gözləyin, rahat tutun. Hop. Bunu qəşəng qızlar dəmləyəndən sonra vurursunuz yağını və olur möhtəşəm. İnşallah son halını da paylaşacağım. Son halını da inşallah paylaşacağım.